Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə ba'd. Biz bundan əvvəl oruç haqqında 2 dərs çəkmişdik. Onlardan biri oruç kimlərə fərzdir, kimlərə fərz deyil. Bunun haqqındaydı. Biri isə orucun başlama və bitmə və yaxud da ki, orucun tutulmağa başlanması və iftarın açılmasının vaxtı ilə əlaqədar idi. İndi isə orucun növləri haqqında danışacağıq. Qısa olaraq orucu 6 yerə bölə bilərik. Bunlardan birincisi fərz, sonra vacib, sünnət və yaxud sünnət həm də müstəhəb, nafilə, məkruh olan və haram olan oruclar. Başlayaq fərz orucundan. Fərz oruc Ramazan ayında tutulan oruçdur. Ramazan ayının orucudur. Həmçinin Ramazan ayında tutulmayan oruçların qəzasıdır. Yəni fərz orucumuz Hənəfi məzhəbinə görə Ramazan ayının orucu, həmçinin bunun qəzasıdır. Fərzdən sonra ikinci dərəcədə olan oruc vacib orucdur. Misal üçün kəffarə orucları, həmçinin nəzir və yaxud adaq oruçları aid eləyə bilərik bura. Kəffarə orucuna da misal olaraq Ramazanda qəsdən pozulan orucun cəzalarından biridir kəffarə orucu. Həmçinin yəmin kəffarəsi orucu da əgər yəmin, and içmə pozulursa, bu halda onun cəzalarından biri də məhz yəmin kəffarəsi orucudur. Başqa bir misal olaraq da pozulmuş nafilə orucun qəzasını göstərə bilərik. Biz əvvəlki dərslərimizdə də qeyd eləmişdik. Hənəfi məzhəbinin qaydalarına görə pozulan hər hansı bir nafilə ibadət artıq vacib hala dönür. Yəni nafilə bir ibadəti pozmuşuqsa, məsələn nafilə bir orucu pozmuşuqsa, hər hansı bir səbəbdən bunun yenidən tutulması vacib olur. Bu da vacib oruçlardandır. Üçüncü kateqoriyamız isə sünnət və yaxud müstəhəb olan oruçlardır. Burada ikisini də bir yerdə qeyd eləyirik. Bunlardan biri həftənin 1-ci və 4-cü günləri və yaxud bazar ertəsi və cümə axşamı tutulan oruçlardır. Həmçinin hər aydan 3 gün oruç tutmaq da sünnət və yaxud müstəhəb sayılan oruçlardandır. Bu 3 günün qəmər ayın 13-cü, 14-cü, 15-ci günlərində tutulması isə xüsusilə də ayrı bir sünnətdir. Sünnət olan oruçlardan biri də Şəvval ayından 6 gün oruç tutmaqdır. İstər bu 6 gün arxa-arxaya tutulmuş olsun, istərsə də fərqli günlərdə tutulmuş olsun, fərqi yoxdur. Bu oruc da sünnət və yaxud müstəhəbdir. Həmçinin Aşura günü tutulan oruc da sünnət oruçlardandır. Hətta ən qüvvətli sünnətlərdən biridir. Buradakı şərt Aşura gününün orucunu bir gün özündən əvvəlki günlə və yaxud da ki, özündən sonraki bir günlə birlikdə tutmaqdır. Sünnət oruçlarımızdan biri də Zilhiccə ayının 9-cu günü tutulan orucdur. Buna Ərəfə orucu da deyilir. Bəli, bu saydıqlarımızdan əlavə haqqında sünnət olduğuna dair rəvayət gələn, hədis gələn hər hansı bir oruc da sünnət və yaxud müstəhəb oruçlardandır. Bəli, 4-cü kateqoriyamız isə nafilə oruc sayılır. Nafilə oruc isə yuxarıda saydıqlarımızın xaricində olan oruclar, həmçinin məkruh günlərdə, məkruh vaxtlarda olmayan oruclar. Yəni yuxarıda saydıqlarımızdan başqa və məkruh və haram olmayan hər hansı bir oruc nafilə oruc sayılır. Bəli, 5-ci kateqoriyamız isə məkruh orucdur. Daha doğrusu bu məkruhun tənzihi olan qisminə aiddir. Bunlardan biri bir adam cümə gününü müəyyənləşdirib sadəcə həmin günlərdə oruç tutması, həmin cümə günlərində oruç tutması məkruhdur. Bununla bahəm bundan əvvəlki günlə birlikdə tutursa və ya sonraki günlə birlikdə tutursa, bu məkruh deyildir. Həmçinin sadəcə Aşura günündə oruç tutmaq da tənzihi məkruhdur. Yəni bir gün tutmaq, o da Aşura günündə sadəcə tutmaq məkruh olur. Ancaq bir adamın bu gün oruç tutmağa imkanı varsa, özündən əvvəlki gün və yaxud özündən sonraki gün oruç tutma imkanı yoxdursa, gücü ancaq Aşura günündə oruç tutmağa çatırsa, bu şəxs üçün Aşura günündə oruç tutmaq məkruh deyil. Məkruh oruçlardan biri də şək günü orucudur.
şək günü nə deməkdir? Şaban ayının 29-cu günündən sonraki gündür. Əgər bu gün dəqiq olaraq Ramazan ayı olduğu bilinmirsə, bir şəxsdə mən bir oruç tutum, bu Ramazandırsa fərz orucu sayılsın, Ramazan sayılmasa da nafilə oruç sayılsın. Məhz bu niyyətlə şək günündə oruç tutmaq məkruhdur. Ancaq bir şəxs, məsələn, deyək ki, həmin gün düşür 4-cü günə. 4-cü gün oruç tuturdu. Bu da gəlib düşür həmin şək günü hesab olunan günə. O zaman bu şəxs üçün oruç tutmasında bir problem yoxdur. Bəli, indi isə gəlirik haram olan və yaxud təhrimi məkruh olan oruclara. Bildiyimiz kimi bu 5 gündür. Bunun biri Ramazan bayramı günü oruç tutmaqdır. Qalan 4-ü isə Qurban bayramı günü və ondan sonraki 3 gündür. Və yaxud başqa sözlə bunun biri Şaban ayının birində olan oruçdur. Bu Ramazan bayramı günüdür. Biri isə Qurban bayramı günüdür. Bu da Zilhiccənin 10-cu günüdür. Bunlar bayram günləridir. Zilhiccənin 11, 12-ci, 13-cü günləri isə təşrik günləridir. Bu günlərdə də oruç tutmaq haram və yaxud təhrimi məkruhdur. Bəli, beləcə bu dərsimizdə orucun hökm baxımından növlərini öyrənmiş olduq. Vəlhamdülillahi Rabbil aləmin.